Həzrət Əliyə bir ayrılıq gəlir, xanım Zeynəb salamun aleyha və körpələr, balalar hamısı yığışıb onun ətrafında fəryad eləyə, nalə çəkə-çəkə gedirlər. Qəmli halda, sızıldı halda. Həzrət İmam Zeynəl Abidin Əleyhisselam buyurur ki, ən çətin, ən belə deyim, müsibətli anlar bu anlar idi ki, nizələr üzərində başlar bizim ətrafımızda dövr edir. Bu mübarək başlara tənə verən kim, bizim o şəhidlərimizi, bizim yar-ı ənsarımızı vuran kim, döyən kim, hər birinin qolunda zəncir var, əli qolu bağlı, piyada, kənar və kənar, diyar və diyar gəzirlər. Tarixdə qeyd edirlər ki, Əziz xanım Zeynəb salamun aleyhanın Kərbaladan Küfəyə getməsi, Küfədən Şama gəlməsi üçün bir neçə yerlər var, bir neçə məkanlar var ki, həmin məkanlardan bunları keçiriblər. Həmin məkanlardan da biri xanım Zeynəb salamun aleyha qeyd edir ki, Kərbəla şəhidləri şəhid olandan sonra mənim həmin məkana çatdığım vaxta qədər bir an belə mənim gözümə yuxu getməmişdir, mən yatmamışdım. Orada tarixdə qeyd edirlər ki, bir rahibin evinə daxil olanda, orada əmin-əmanlıq hiss ediyəndən sonra xanım Zeynəb salamun aleyha biraz başını onun evində qoyub, orada dincələndən sonra, rahatlığın alandan sonra orada o rahib üçün dua edib. Allah sənin özünü Peyğəmbər və Ali Peyğəmbər qarşısında ağ eləsin ki, mən bu əsirləri Şama gələn qədər, müddətinə qədər heç yazmamışdım. Sözsüz bilirsiniz ki, əsirlərin üzərində nə müsibətlər, nə məralar gəldilər. Xanım Zeynəb onların nazını da çəkirdi, qəmini də çəkirdi. Onların ətrafında pərvanə kimi dolanırdı. Çünki Həzrət İmam Hüseyin Əleyhisselam şəhid olmamışdan öncə öz bacısına belə buyurdu. Buyurdu ki, bibican, bacıcan, bu qızların, bu övladların sənə əmanətdir. Məndən sonra ancaq bunlara sən böyüdə eləyəsən, sən bunları qoruyub saxlaya biləcəksən. Həzrət İmam Hüseyin Əleyhisselam'a xanım Zeynəb salamun'a söz vermişdir. Ya Hüseyin, olmayaydı kaş belə, amma mənə gəlib belədirsə, onca heç nigaran olma yenə. Sənin balalarına, sənin övladlarına mən sahib çıxacaqam, qoymaram ki, onlara kimsə əziyyət verə. Amma bütün bunlara baxmayaraq, Kərbəla əsirlərini Küfəyə, Küfədən Şama aparana qədər əziyyət verdilər. Xanım Zeynəb salamun aleyha buyurur ki, məni ən çox yandıran anlardan, dəqiqələrdən də biri buydu ki, Küfəyə daxil olanda xanımları çıxartmışdılar, damların başından nəzarət edirdilər. Onlar özləri də özləri üçün bayram edirdilər. Və deyirdilər ki, biz Peyğəmbərin güya müsəlmanların xəlifəsindən ilə çıxan xəbarizləri gətirmişik. Ona görə xanım deyir ki, biz Küfənin çölündə gəzə-gəzə, dolana-dolana bizə daş atanlar kim, bizi tənqid edənlər kim, yaralı başlara, nizədə olan yaralı başlara daş atanlar kim, bizim qarşımızda sevinənlər kim, bir bu anda damdan bir dənə xanım uca səslə başladı qışqırmağa. Əntum min eyyi usara, siz hansı əsirlərdənsiz, hardan gələnlərdənsiz? Xanım Zeynəb salamun aleyha ilə bağın bütün qızlar bu müsibətləri görəndə hamısı uca səslə buyurdular ki, nəhəmi usara Ali Beytin nübüvvə. Biz Peyğəmbər Əhl-i Beytin əsirləridir. Xanım onu eşidəndən sonra damın üstündən tez üstü aşağı düşəndən sonra tarix qeyd edir ki, başladı əba və qəbalar, xanımlara aid olan bəzi libasları götürdü ki, gəlsin Əhl-i Beyt Əleyhisselamın qadınlara versin, onların əhli əyalına versin, onların uşaqlarına versin. Çünki həddən artıq onlara çox təzim, onlara çox zülümlər olmuşdu deyə, bəlkə mən deyəm ki, bu çox ağır bir sözdür. Peyğəmbər Əhl-i Beytin ismətini belə aradan aparmağa çalışırdılar. Onların ən başında olan libaslarına qarşı belə pis yanaşırdılar. Bir o xanım gəldi birində libası toplayandan sonra gəldi verdi bu xanımlara verəndə xanım Zeynəb salamun aleyha biraz tanışlıq verəndən sonra o xanımlar hamısı başladı ağlamağa, ağlaya, hönkür. Orada İmam Zeynəb Aleyhisselatü bir ağır dəhşətli bir sözü var. Bir mənə çox qəribə gəlir ki, siz xanımlar mənə ağlayırsınız. Siz xanımlar bizim halımıza yanırsınız.
Bizim dərdimizə şərik olursunuz, amma vəlakin ricalukum yuqatilunana. Amma sizin kişiləriniz isə bizi öldürürlər. Mən çox təəccüb edirəm. Göz zaman bir yerə gəlib çatır ki, Əhl-i Əleyhisselatü Vesselam'ın yarı ənsarına qarşı olan zülüm və müsibət bir həddədir ki, o zaman kişilər öz belə deyildə kişiliğini, mərdliyini satmışdılar dünya malına. Kişilər öz hər nəyini satmışdılar dünya müqabilində. Mənim əzlərinizdə İmam Hüseyin Əleyhisselatü Vesselam'ın bir mübarək kəlamı var. O kəlam Həzrət İmam Hüseyin Əleyhisselatü Vesselam'ın hədəfinin gayəsini bizə bəyan edir. Mən iki kəlmə deyirəm, ondan sonra bir dənə müsibəti sizə ərz edeyim ki, qəlblərimiz kədərlənsin, qüssələnsin. Çünki bu günlər Həzreti Zeynəb Sallallahu günləridir. Bu günlər Əhl-i Beyt müsaralarının günləridir. Bu gün diyar gəzən yollarda çətinliyə məruz qalan, onlara əziyyət verilən, susuzluqla, çətinliklə, yuxusuzluqla yola çıxan gecələridir. İmam Hüseyin Əleyhisselatü Vesselam orada bir gözəl kəlamdır. Deyir ki, İnnəmə xərəcdu litələbil islah fi ümməti cəddi. Mən cəddim Peyğəmbərin ümmətində islah etməkdən ötürü gəlirəm. Bəzən insanlar elə fikirləşir ki, ümmət fərdlərdən ibarətdir. Ümmətin bir qədər rükünü var. Ümmətin bir dənə əsas gayəsi var. Ümmət o zaman ümmət ola bilər ki, əgər onun üç rükünü öz yerindədirsə, əgər üç rükünün yerində olmasa, o ümmətin nə qədər namaz qılan olsa belə, nə qədər ibadət edən olsa belə, nə qədər Allah'a bağlı olan olsa belə, bu üç rükünlər olduğuna görə ümmət sayılır, ayrıca ümmət sayılmaz. Bu üç rükünlər aradan getdiyinə görə, bunlar Peyğəmbər Əhl-i Beytinin və müsəlman ümmətindən sayılmazlar. Buna çox gözəl buyurur. Hətta İmam Hüseyin Əleyhisselatü Vesselam öz gayəsini, hədəfini o kəlamın ardında buyurur. Quran buyurur ki, "Kuntum xeyra ümmətin uxricət lin-nas ta'muruna bil-ma'ruf və tenhavuna anil-munkar." Ümmətçiliyin əsas birinci prinsiplərindən biri budur ki, əmr bil-ma'ruf və nəhy əz-münkar gərək aktiv olan. Əmr bil-ma'ruf və nəhy əz-münkar əgər aradan getsə, ümmət prinsipi aradan gedər. Allah Subhanahu wa Ta'ala Hazreti İbrahim Aleyhisselatü Vesselam bir fərdir və ümmət bir toplumdan ibarət olan bir kütləyə deməz. Ola bilər bir kütlə, bir toplum olan, dini itiqadı olan, hər hansı bir millətdən, xalqdan mənsubiyyətli olan, amma bu üç rükünlər orada olması ümmətdə bir əsər əlamət qalmaz. Hazreti İbrahim Aleyhisselatü Vesselam Allah niyə buyurdu ki, İbrahim Aleyhisselatü Vesselam xana ümmətən vahidə, bir dənə ümmətdir, tək bir şəxs, bir dənə ümmətdir, nəyə görə? Çünki həmin üç rükünü özündə cəm etmişdir. Onun birincisi əl-əmr bil-ma'ruf və nəhy əz-münkar. Bu önəmli bir mövzulardan da Hazreti İmam Hüseyin Əleyhisselatü Vesselam da belə buyurdu. Xərəctu litələbil islah fi ümməti cəddi, uridu ən amura bil-ma'ruf və ənha anil-münkar. Ümmətçinin birinci prinsipi gərək əmr bil-ma'ruf və nəhy əz-münkar aktiv olan. Nədir o əmr bil-ma'ruf? Nədir o nəhy əz-münkar? Elə bilirik ki, öyle bizim bildiyimiz namaz, oruç falan yox, verməzlər. İmam Hüseyin Əleyhisselatü Vesselam başını kəsənlər kimi namaz qılanlar idilər. Oruç tutanlar idilər, müsəlman idilər. Ona görə əmr bil-ma'ruf, nəhy əz-münkərin dərin bir mənası var, dərin bir mətləbi var ki, bunu da yer yoxdur, bu günləri siz gözəl şəkildə izah edim ki, nə? Qısa deyirəm sizə, hər bir şey fitrətə uyğun gələrsə, fitrətin uyğunluğuna üst-üstə düşərsə, onda deyilər, əl-ma'ruf. Fitrət də bizim nəyimizdə əsas kompasımızdır. Allah təbarəkədə fitrəti insanın daxilində qoyur, o bizi kontrol edən əsas vaqi bir kompasdır. Hər hansı bir şey bizim fitrətimizə uyğun gələrsə, o ma'rufdur. Hər hansı bir şey bizim fitrətimiz inkar edərsə, o nədir? Münkar. Fitrət qəbul edən şey ma'ruf sayılır. Ona görə Allah öz Peyğəmbərlə buyurdu ki, ya Peyğəmbər, وَعْمُرْ بِالْعُرْفِ deyinə, ma'ruf nə varsa ona əmr edər. Ona tərəf dəvət edər. Bu nə deməkdir? O demək ki, bir zaman gələcək insanların fitrəti öləcək. Ruhani, axund oturacaq burada deyəcək, Allah haqq budur, imama xidmət budur, fitrət ölür, qəbul eləmir. Deyir, gəlir ki, mən deyəni deyəsin. Mən deyəni demək kim deyil ki? Mən deyəni demək İslam prizmasıdır ki, fitrət ölsə, orada mümkünlər baş qaldıracaq. Ona görə Peyğəmbər salavatlardan bir də gözəl hədis vardır ki, zaman gələcək, münkir ma'ruf olacaq, ma'ruf nə olacaq? Münkər olacaq. Nəyə görə? Çünki bugün
Sizi an verirəm, Allah'a bilmirəm, analarımız, bacılarımız da məni bağışlasın. Sırfalığı görən bir insan fitrət əgər bunu inkar edirsə, bunu qəbul etmirsə, nətər insan bunu özünə yaraşdıra bilər? Fitrətini inkar etdiği şey özünə nətər yaraşdıra bilər? Amma adiləşəndə olur məruf. Olur mərufda, yəni çöllər barədə hal versən, bu məqbul olan bir şey. Halbuki məruf bu deyil, məruf budur ki, nədir o? Bəyənilməyən bir şey. Qəbul olmayan bir şeydir. İmam Hüseyin Aleyhisselatü Vesselam'ın dövründə bu hadisələr səbəb oldu ki, mənsum imamı öldürdülər. Və İlhan namaz qılmasa ne diyor? Namaz qılmamaq və yaxud da ki, o oruç tutmamaq, bu o demək ki, kimsə qılmırsa biz ona fərhat kazandırar. Və yaxud da kimsə oruç tutmursa biz ona fərhat kazandırar. Bu önemli bir şey değil. Ama məsələ budur ki, fitrətini inkar etdiği şeyi əgər sən göz yumursansa, onda məlum aradan gelir. Hazreti Peygamber Aleyhisselatü Vesselam vaxtı gördü ki, zaman o zamandır. O dövrdür ki, fitrət aradan gedib. Müsəlman ümmətinin o Peygamber təqdiği fitrət yoxdur. Və eyni zamanda Peygamber sələvatlarının o fitrətə qarşı olacaq şeylər. Siz təsəvvür edin ki, bir insanda mərhəmət yoxdursa, o uşaq başı kəsəcək, elə deyil. Pəhli məsələsidir. Bir insanda mərhəmət hissi yoxdursa, bu gələr, harada bir toplum yeri varsa, bağlayacaq, partladacaq, insanları öldürəcək. Niyə görə? Çünki fitrət ölümdür. Bunlar hamısı münkərdir, bunu mənifə çevirirlər, insanlara təqdim edirlər. İmam Hüseyin Aleyhisselatü Vesselam dedi ki, "Uridu an a'mura bil ma'ruf və ona görə ümmətçilik prinsipində əmr bil ma'ruf və nəhy anil münkər aktif olmasa, heç birisi Peyğəmbər gətirdiyi İslam dinində təqdim olunmuş ümmətçilik prinsipindən danışılmaz. Kuntum xeyra ümmətin uxricət linnəs ta'muruna bil ma'ruf və tənhavuna anil münkər." Ümmətin ən xeyirlisi və xeyirliyə çevrilməsində başlıca əmr bil ma'ruf və nəhy anil münkər önəmli şərtlərdən biridir. Deməli, o zamanda bu hökm olmuşdur, dağılmışdır. Bunun təməli də bəlli məsələdir. Təməli elə bir vaxtda qurulub ki, Peyğəmbər kürsüsündə elə bir insanlar oturur ki, münkəri məruf edirlər. Söhbət orada namazdan, ibadətdən, orucdan, xumuzdan, zəkatdan, bu kimi şeylərdən deyil. Ona görə İmam Hüseyin Aleyhisselam dedi ki, şairi olsan. Yəni belə çıxmasın o. Bütün fücurdan çıxmaqlıqda insanlara yaxşı modellər təqdim edir. İkinci prinsip nədir mənim? İkinci prinsip budur ki, Həzrəti Əli Aleyhisselam dedi ki, "Uridu an əsirə bisilati cəddihi və Əbi Əmirdən qaldı." Peyğəmbər sallallahu sirəsi, Əli Əmir Aleyhisselam sirə yəni hərəkatı, onun təməl prinsipi ədalətdir. Ədalət aradan getdi, o ümmətdə bir şey gözləmədi. İndi biri mənə qarşı deyir ki, biz hamımız ədalətliyiz. Ədaləti biz kimdən gözləyirik? Ədalətlə özümüz olaq. Özümüz olaq. Hər yerdə ədalət prinsipinə görə özümüzü riayət edək. Quran ona görə buyurur ki, əgər siz özünüz ədalət prinsipindən rəftar etməsəz, məsum imam belə xanişin olacaq. Bunun həm bariz nümunələrindən biri kimidir? Əmir əl-Mu'minin, yəni belə deyirlər, imam özü məsum. Bunları idarə edən məsum eyni zamanda adi şəxsdir, amma insanlar üçün ədalət deyilən prinsip şəxsi mənfəətə çevirir. Bunu açıq deyəcək. Nədir o şəxsi mənfəət? Kimdənsə sənin fikrin üst-üstə gəlirsə, ona öz şəxsi məsləhətinə görə münasibətli gözəl olsun deyə özünə ədalət göstərsin. Ədalət bu deyil. Əmir Əl-Mu'min Aleyhisselam deyir ki, ədalət biz kimdir? Ədalət budur ki, qarşısında səndən həmfikir olmayan insanla düz rəftar eləmək deyirlər nə? Adil. Bu təməl prinsipin əgər ümmətçilikdən aradan geçsə, o ümmət haqqında danışmaq olmaz. Üçüncüsü də önemli məsələlərdən bir mənəzləri. Ümmətçiliyin əsas prinsiplərindən də biri budur ki, gərək o ümmət Allah və onun Peyğəmbərin təqdim etdiyi İslami qayda qanunlarla, dini qayda qanunlarla, şəriət qayda qanunlarla o İslamın hər bir hökmünü deyilməsini görkəmsəndir. Qur'ana görə çox gözəl buyurur ki, وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللّٰهِ فَاُولَٰئِكَ هُمُ الظَّالِمُونَ وَكَافِرُونَ Bizlərdə də baş verir. Quran buyurur ki, əgər siz bir şeydə ixtilaf etmiş olsanız, əlinin, qəlinin, qilbəlinin, onun bunun sözünə qulaq asmayın. فَاِنْ اِخْتَلَفُونَ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّٰهِ Əgər bir şeydə ixtilaf etmiş olsanız, Allah'a qayıdır. Bizim mətbəxsimiz üstündən deyil, mən öz payıma deyirəm.
Bədbəxtçiliğimiz odur ki, Allahın nazil etdiyi Qurandan, kitabdan xəbərimiz yoxdur. Məhkəmə qanunu gələndə ona qayıtmırıq. Əli belə dedi, Vəli belə dedi, filan kəs belə. Amma Allah belə demir ki, və məxtəlafın fihi bir şeydə ixtilaf etmiş olsanız və hukmuhu ilə Allah. Görə hükmə hara qayıdırsan Allah'a. İxtilaf olan məsələlərdə, xüsusən əgər sən dini mövqeydən yanlışırsansa, o məsələdə ixtilaf olmuş olsa görə Allahın kitabına qayıdar, amma halbuki ümmətçilik prinsipində Allahın kitabı təhdil olsa, o ümmətdən heç bir xeyir gözləmək olmaz. Dünənki zamanda da, bugünkü zamanda da, bundan sonraki zamanda da bu üç təməl prinsipi aradan getmiş olsa, o ümmətə Fatihə olur. Ona görə Həzrət İmam Hüseyin Aleyhisselatü Vesselam Bismillahi və billahi və ilallahi və fi səbilillah, bunlar hamısı şəhadət məqamında ona görə deyildi ki, insanlara sübut edəsiniz. Deyir, əgərləri müsəlman ümmətdən, ümmət sözün hər dəfə ağzına gətirir, ümmətin rükünü var. Əgər ümmət bu kimi İslam hakimlərini özündə iddia edən insanları kürsüdə oturub müsəlmanlara hakimliyi edəcəklərsə, hökümranlıq edəcəklərsə, فَإِنَّ عَلَى الْإِسْلَامِ سَلَامًا. Onda siz İslamdan nədir? Heç bir şey gözləmir. Onlar mənim əzimim, bir dəfə öz dünyasını quracaq, öz dünyası üçün dünyavi işlərlə məşğul olacaq və dünyasını quracaq, dünya hökümranlığı iddiasında olacaq. Bu bəlkə məsələdir. Əzəldən Firondan tutmuş, kimlərdən tutmuş tərəflərə gələndən hamısı belə olur. Bir də var ki, yox, sən dinini özvə nə götürəsən, dünya məsləhətləri üçün götürəsən, Quran da buyurur ki, وَغَرُوا الَّذِينَ اتَّخَذُوا دِينَهُمْ لَعِبًا وَهُزُوًا. Dini gördünüz ki, kim ki öz məsləhəti üçün, mənfəəti üçün istifadə edir və din adından şəxsi mənafilərinə çatır və yaxud da ki, din adından istədiyi bütün noktalardan çıxarsa, Quran nə deyir? Onlarla neyini vuruşur. İmam Hüseyin Aleyhisselam da diyor ki, mənim ondan şəxsi ədavətim yoxdur, ondan prinsip yoxdur. Prinsip budur. Prinsip bundan ibarətdir ki, Allahın minbərində, Peyğəmbər xilafətində, Peyğəmbər kürsüdə oturub, öz istədiyiniz formada hərəkət edirsə, onda ümmətçilik prinsipindən danışmaq olmalı. Ona görə bu üç təməl bizə həqiqi ümmətlik prinsipini təqdim edir. Hazreti İmam Hüseyin Aleyhisselam buyurur, İnnəmə xərəclə tələbə islah bir ümməti cəddi. Hər zaman mənim əzlərim, müsəlman ümmətin bu üç dənə şeyə ehtiyac var. Bu üç dənə şey olmasa, hər gün bizim üçün o Kərbəla baş verə bilər, hər gün bizim üçün o nədir? Aşuranın əhəmmiyyəti daha da göz qabağına gələr. Ona görə Lənətullah İbn Ziyada Küfədə Xanım Zeynəb sallallahu daxil olandan sonra ondan üzləşərkən başladı gülməyə, başladı sevinməyə, gəldi durdu onun üstündə qayıtı dedi ki, səni and verirəm, əgər imanın varsa zərrə Allah. Bəlkə məsələn buna Allah Peyğəmbər bilmir. Deyir ki, sənə bir sual verir orada, sual ondan ibarət ki, sən qiyamət günündə Allahın Peyğəmbərlə üzləşəndə rahat şəkildə deyə bilərsən ki, ya Resulallah, mən sənin övladığı İmam Hüseyni təqdir etmişəm. Vaxtı görürkün sifətindən qəsər çəkir, sifətindən kim kübrət görür, müddət görə, mənə görə? Çünki ömür müddət deyə bilməzdir. Ona görə Xanım Zeynəb sallallahu əleyhi buyurdu ki, xəsbə xeyr olmalı qiyamət, cəddi ya Resulallah. Qiyamət günündə sənin düşmənin sənə qarşı daha doğru, şiddətli şəkildə sənə Allah qarşısında xar edəcək, yeganə çıxacaq bir insan da Resulullahdır. Amma ya Zeynəb, sənin başına o qədər bəlalar, müsibətlər gördüysən, artıq Kərbəladan yenidən Şam'a tərəf getdim, Küfəyə tərəf getdim. Ondan sonra təzədən Şamdan qayıtdım, Həzrəti Əbabil Aleyhisselatü Vesselam'a tərəf gələndi. İmam Zeynəb Aleyhisselatü Vesselam buyurdu ki, ya Məhəmməd, Lədeyna, Təleyna, bizim qarşımızda iki yol